Ağcabədi Pedaqoji Kollecində narkomaniya və zərərli vərdişlərə qarşı mübarizə istiqamətində maarifləndirici tədbir təşkil olunub. Narkotik asılılığı problemində ailələrin rolu və valideyn məsuliyyəti mövzusuna həsr olunmuş tədbirin keçirilməsində əsas məqsəd gənclərin zərərli vərdişlərdən qorunması, ailə nəzarətinin gücləndirilməsi və narkotik vasitələrin yaratdığı fəsadlar barədə ictimai maarifləndirmənin artırılması olub. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin birinci müavini Xətai Zeynalov, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun məsul əməkdaşı, hüquq elmləri üzrə fəlsəfə doktoru Vasif Quliyev, Ağcabədi Pedaqoji Kollecinin direktoru Əhəd Məmmədov, Ağcabədi rayon polis şöbəsinin nümayəndəsi Azər Dostiyev, Ağcabədi rayon İcra Hakimiyyətinin əməkdaşları, məktəb psixoloqları, valideynlər və tələbələr iştirak ediblər. Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının nümayəndəsi Vasif Quliyev çıxışında narkotik vasitələrin insan sağlamlığına, psixoloji durumuna və cəmiyyətə vurduğu ağır zərərlərdən danışaraq, bu istiqamətdə aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyətini diqqətə çatdırıb. Digər çıxış edənlər də gənclərin asudə vaxtlarının səmərəli təşkili, valideyn məktəb əməkdaşlığının gücləndirilməsi və narkomaniyaya qarşı birgə mübarizənin vacibliyini qeyd ediblər. Tədbir çərçivəsində iştirakçılara narkotik vasitələrin zərərləri, onların yaratdığı ağır fəsadlar və narkomaniya ilə mübarizənin əhəmiyyəti barədə məlumatları əks etdirən maarifləndirici bukletlər paylanılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi İnternet televiziyası üçün.